Həm də Amit, Qurban Qurbanovun fəlsəfəsində bugün üçün hesablanan bir şey yoxdur da. Yalnız bugün biz hansısa uğuru qazanaq. Məsələn, adicə ötən mövsüm bir bəlli qərar verdi ki, 25-26 yaşdan yuxarı futbolçuları istəmirəm. Təbii ki, hansısa istisnalar ola bilər. Bu nəyə hesablanıb? Yəni 30 yaşında gələn futbolçu 5 oyun parlaq futbol çıxış etdisə, yaxşı oynadısa, gələn təklifə həmən çıxıb gedəcək. Amma bu gün Montielin yaxşı təklifləri var. Amma yaxşı imkan verir axı bu təklifləri sonra da ala bilər. Montiel israrla deyir ki, mən bu mövsümdən azı Qarabağda qalmaq istəyirəm. Yeni mövsümdə qalmaq istəyirəm. Yəni Qarabağ bir qədər uzun məsafəyə hesablanır. 1-5 Bayer Leverkusenə məğlub olduq. 5-4-1 taktiki sxemi. O dövrdə də bu fikirlər çox səslənirdi ki, Qarabağ daha çox müdafiədə oynayardı, 5-li müdafiə ilə meydana çıxardı, daha çox qapanardı. Qurban Qurbanov onu eləmədi. 1-5 uduzdu. Ondan sonraki 3 Bayer Leverkusen oyununa bax. Biz yenə 5-4-1 ilə çıxmışıq. Qurban Qurbanov yenə öz oyun fəlsəfəsinə sadiq qalıb. Bakıda 0-1 uduzdu qrup mərhələsində. Səhv etmirəmsə penaltidən buraxdı Qarabağ qolu və playoff mərhələsində yenidən Bayer Leverkusenlə oynadıq. 2-2 Bakıda 2-0 udurduq. Səfər görüşündə son dəqiqələrə qədər, son saniyələrdə hətta komanda 10 nəfərlə, bəli 10 nəfərlə qalmışdı, bəli. 2-0 komanda udurdu. Son dəqiqələrdə o ardıcıl gələn qollar komandanı belə deyək də Avrokuboklardan kənarlaşdırdı.